Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Seyidbəyli kəndində olub. Dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verildi. Qeyd edək ki, Seyidbəyli kəndi 2023-cü ilin sentyabrında silahlı qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. Bundan sonra kəndin sosial infrastrukturunun qurulmasına başlanılıb. Belə ki, 30 kilometr uzunluğunda mövcud elektrik xətti bərpa olunub. 2 ədəd transformator quraşdırılaraq sayğaclaşdırma işlərinə start verilib. Magistral qaz xətləri çəkilib. 5,7 kilometr uzunluğunda mövcud qaz xətti, həmçinin su anbarı, subartizyan quyusu bərpa edilib. İçməli su şəbəkəsi yenidən qurulub. Kənddə bayraq meydanı salınıb. Kənd daxili yollar asfaltlanıb. Seyidbəyli kəndində 140 ev var ki, onlardan da 22-si yararsız, 118-i isə qismən yararlıdır. Artıq 10 ev bərpa edilib. Bu ilin sonunadək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaq. İndiyədək kənddə 9 ailə, yəni 31 nəfər köçüb. Dövlətimizin başçısı kəndə köçən Rasim Ələkbərovun evində oldu, ailə üzvləri ilə söhbət etdi.